əlaqə sözləri və cümlələri bir-birinə bağlayan vasitədir. İki cür olur. Məna əlaqəsi və qrammatik əlaqə. Məna əlaqəsi sözlər bir-birinə nə olmalıdır? Mənaca uyğun olmalıdır. Uyğun olsun. Amma qrammatik əlaqədə nə olmalıdır? Şəkilçi olmalıdır. Bax, yadınızda qalsın. Qrammatik əlaqədə şəkilçi olsun, məna əlaqələrində sözlər bir-birinə nə olsun? Uyğun olsun. Bax, misal verirəm. Deyirəm ki, yağlı yemək. Yemək yağlı ola bilər? Bəli. Deyirəm ki, yağlı hava. Hava yağlı ola bilər? Xeyr. Və yaxud da deyirəm ki, yaraşıqlı oğlan. Oğlan yaraşıqlı ola bilər? Bəli. Deyirəm ki, yaraşıqlı təbiət. Ha? Bəli, təbiət yaraşıqlı ola bilməz. Demək, məna cəhətdən sözlər bir-birinə bağlanırsa, uyğun gəlirsə, biz buna deyirik ki, məna əlaqəsi. Şəkilçi ilə, qrammatik şəkilçi ilə olanda, məsələn, necə olacaq? Deyirəm ki, mən, bir də vətən. İki dənə söz artırır, düzdür mən? Mən və vətən. İndi mən sözünə bir dənə im şəkilçisi artırıram. Mənim. Vətən sözünə bir dənə im artırıram, vətənim. Artıq vətənin mənə aid olduğu konkretləşdir? Bəli. Demək, burada şəkilçi vasitəsilə mən neynədim? Sözlər arasında həm də əlaqə yaratmış oldum. Və nə əmələ gətirmiş oldum? Söz birləşməsi. Və yaxud cümlə yaradan. Deyirəm ki, mən gəlmək. Gəl. İndi mən nəyin vasitəsilə bura artırmalıyam? Mən gəlirəm. İr şəkilçisi, əm şəkilçisi vasitəsilə mən gəlirəm fikrini neynəmiş oldum? Yaratmış oldum. Cümlə. Əgər bunlar olmasaydı, bu gəl sözü ilə məni siz başa düşərdiniz, mən nə demək istəyirəm? Xeyr. Ona görə də sözlər arasında və cümlə üzvləri arasında mənanın daha da dərinləşdirmək üçün, bağın daha da qüvvətlənmək üçün nə artırır? Şəkilçi. Şəkilçi artırırsa olur qrammatik əlaqə və bir-birinə sözlər uyğundursa və düzgün istifadə olunursa, yəni yer yerində istifadə olunursa, buna deyirik necə əlaqə? Məna əlaqəsi. Məna əlaqəsinə görə problem yoxdur, yəni bir dənə növü yoxdur. Amma qrammatik əlaqəyə görə sözlərin növləri var. Məsələn, qrammatik əlaqə hansılardır ki, deyim sizə. Deməli,